Yok ki bu millete Allah'ım. Yolu bağlayır, o da sürüyor, ona bak. Kənandır. Mən dedim ki, biraz sağa çıx, onsuz da qabaqda asfalt fırırlar. Yolu bağlayırsam da asfaltı bir keçi başlayır söysün. Keyfunlardı, çoxunlardı. Bu görüntülər Saray qəsəbəsində çəkilib. Küçədə yeni asfalt örtüyü çəkildiyi üçün həmin əraziyə avtomobillərin girişinə qadağa qoyulub və yol nəzarətçisi sürücüləri geri qaytarır. Lakin Hyundai markalı avtobusun sürücüsü bu qaydaya məhəl qoymur. Halbuki əraziyə girişin müvəqqəti olaraq məhdudlaşdırılması barədə sürücülərə xəbərdarlıq edilib. Əməkdaş deyir ki, dayan, gözlə, o da gəlir keçir üstündən də. Deyir, tələsirəm. Ona görə. Mən dedim ki, biraz sağa çıx, onsuz da qabaqda asfalt fırırlar. O da yəni razılaşmadı, sürdü, onsuz da qabaqdan sağa döndü. Niyə üstünüzə sürdük ki? Dedi keçəcəm də, prinsipli olun. Çıxmıram dedi. Prinsipli adam da, çıxmadı da. Mən çəkildim, o sürdü, keçdi də. Siz də büyük əmək göstərmək üçün avtobusun qabağını kəsdiniz. Bəli. Bəs bilmədiniz bu təhlükəlidir sizin üçün. Bəs mən iş tapşırıblar, bəs mən nə qalim? Bəs o qabaqdan gələn maşınlara da təhlükə yaradırdı axı. Elə sürücülər az olsa yaxşı olar. İctimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşahidə olunan əməllər xuliqanlıq kimi tövsif olunur və eyni zamanda qeyd etmək lazımdır ki, videodan açıq şəkildə görünür ki, sürücü avtobusdan vasitə kimi istifadə edərək birbaşa özü nəzarətçi kimi təqdim edən şəxsin üzərinə sürür. Bu zaman əgər həmin şəxs xəsarət alarsa, xəsarətin ağırlıq dərəcəsindən asılı olaraq sürücünün əməli inzibati xətalar qanunvericiliyinə və eyni zamanda Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər. Sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində avtobus sürücüsünün ictimai qaydanı kobud sürətdə pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Hazırda sürücünün müəyyən olaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.